Salam, hər birinizi kanalımda xoş gördük. Bugün sizlərə tez hazır olan, asan, rulet formasında kartoflu börək resepti paylaşacağım. Qabığı soyulmuş 4 ədəd orta boy kartofu üzərinə biraz su və duz əlavə edib pişməyə qoyuruq. Hazır olan kartoflarımızı bir qaba alıb topa qalmayacaq şəkildə əzirik. Üzərinə 250 qram sütkəcdən keçirilmiş ağ pendir əlavə edirik. $200 qram qatıq əlavə edirik. Və 100 qram kərə yağı əlavə edib hamısını birlikdə qarışdırırıq. Qeyd edim ki, mən duz əlavə etmədim. Pendir çox duzlu olduğundan duzu kifayət qədər idi. Siz əgər pendirin duzu azdırsa, zövqə görə duz və istiot əlavə edə bilərsiniz. Mən 3 ədəd lavaşdan istifadə etdim. İlk lavaşımızı açıb üzərinə içliyimizdən əlavə edib kənarlarında boşluq qalmayacaq şəkildə lavaşımızın üzərinə yayırıq. İkinci lavaşımızı da üzərinə sərib yenidən içliyimizdən çəkirik. Bu qayda ilə mən 3 lavaşdan istifadə etdim. Siz istəsəniz 2 və ya daha da artıq lavaşdan istifadə edərək ruletinizin ölçüsünü böyüdüb kiçildə bilərsiniz. Hazır olan lavaşlarımızı rulet formasında bükürük. Mən kənarlarının artıq hissəsini kəsdim. Hazır olan ruletimizi soyuducuda 30-35 dəqiqə gözlətsək daha yaxşı olar. Üzəri üçün 4 yemək qaşığı qatığın üzərinə biraz duru yağ əlavə edib qarışdırırıq. Ruletimiz soğuduktan sonra
üzərinə hazır etdiyimiz qatığı hər tərəfinə gələcək şəkildə çəkirik. Mən üzərinə küncüt və çörək otu səpdim. Siz zövqünüzə görə üzərinə nə istəsəz səpə bilərsiniz. Hazır olan ruletimizi 200 dərəcəlik sobada üzəri qızarana dək bişiririk. Hazırlayacaq olan hər kəsə nuş olsun. Kanalıma abunə olmağı, bəyənməyi unutmayın. Yeni videolarda görüşmək üzərə. Hələlik.